Bir qadının həyatında ailəsindən sonra güvəniləcək bir insan olmalıdır. Mənim var. Amma anlamamazlıqdan gəlir onu. Belə hiss eləyirəm. Bilmirəm. Deyir, bir insan bir insanı itirmək istəyirsə doğrudan da onu məcburən saxlamaq olunur və zaman keçdikcə yaxşı olar. Mən çiynlərimdə çox yük daşımışam. Bundan sonra da inanıram ki, hər şey yaxşı olacaq və bugün işimdən, sənətimlə məşğulam. Otağıma tək çəkilməyimin səbəbi hər şeyi çox yaxşı gördüm. Bu aralar bir neçə ayda hər kəsi yaxşı tanıdım və bugün artıq öz işlərimlə, yeni işlərimlə məşğulam. Mənim haqqımda pis yaxşı deyən hər kəsə təşəkkürümü bildirirəm və demək istəyirəm ki, arada biraz fikir vermək lazımdır ki, qarşısındakı insanın o deyir, o psixologiyasını poza bilərsiniz. Amma Türkanın psixologiyası əməl başlı pozulub. Mənim psixologiyam haqsızlıqlara görə pozulub. Başqa heç bir şey. Andan sonra bayaq dediyim o cümlə var idi. Artıq o düyünü həyatımızdakı bəzən o düyünləri o qədər açmağa çalışırıq. Görürük artıq ona gücümüz çatmır. Götürüb o ipi kökündən kəsirik. Amma unutmayın ki, doğrudan da bir qadın hansısa bir o ipi kəsdisə, onu artıq heç kəs bərpa eləyə bilməz. Və bir qadının da düşməyini heç kim gözləməsin. Çünki qadın heç vaxt yıxılmır. Heç vaxt yıxılmır, əksinə. Mən hər cəhətdən çox sadiq bir insanam. Ailəmə, yaxınlarıma, dostlarıma, həyatımda olan kimsə varsa, çox sadiq insanam. Kənardan bəlkə ola bilər, çox aqressiv görsənə bilərəm, hardasa. Bu da mənim illərlə çəkdiyim o